kasıbların ən çox bilsin nəyin xoşlanır? Özlərini verdiyi təsəlli. Məsələn, deyir ki, məsələn, üzüm alıb yiyirsən də, məsələn, aprel ayında qayıdım ki, üzüm aprel ayında yetişən üzüm nə olacaq? O şey deyil, normal yetişmir, biz ona görə onu ancaq vaxtında yeyirik. Məsələn, qarpız alsın, yemiş alsın insan və ya nə alsın, o dərmanlıdır, bu nədir? Nə demir ki, acam, pulum yoxdur, ala bilmirəm. Ona gün müz qoyuram. Pulu olsa, səndən qabaq qaçıb alacaq. Pozum, artist deyilik. Yox, biz yemirik. Puh. Elə bir ki, sentyabr yaşın üzümü dərman vurmurlar. Ancaq şeydə, mayda yetişən üzümə dərman vururlar. Həqiqətən, kəş mən də özümə o qədər təsəlli verə bilərəm. Demir, acından gün orta dururam. Demir, çörək almağa pulum yoxdur. Biz yemirik. Biz hava zəhmətimizlə yeyirik. Cəmaat nə ilə yeyir? Mən də hava zəhmətimlə yeyirim də. Nəmin üçün göydən Allah üzüm göndərir və ya yemiş qarpız göndərir və ya yemək göndərir, kebab göndərir. Mən də hava zəhmət çəkirəm, tər tökürəm, işləyirəm, qazanıram, yeyirəm. Heç kim üçün pul göydən tökülmür. Siz sadəcə ağlınızı işlətmirsiniz. Paha pisə xərcləyirsiniz. Nə ama yeməyimə, yeməyimə, içməyimə, keyfimə xərcləyirəm. Çünki bu dünyaya bir dəfə gələm. Sizin həyatınız işləməklə geçecək, mənim həyatımda gəzməklə. Verməklə nə idi? Mənim həyatımda gəzməklə. Ona görə qayıdım. Hər şeyimiz qoymuyorum. Bir də bir şey fikir vermişəm. Üzüm yeyəndə çölə çıxanda üzümlə promoyuna gəlir. Niyə elədi ki?